Elə təsəvvür eləyirəm ki, qanı, canı, varlığı, vətəninə, torpağına bağlı olmayan bəlkə insan yoxdur. Varsa da o azdır, bəlkə də özünü hələ tanımır. Mənə elə gəlir ki, lüğətimizdə, dilimizdə bu hissi yaşamaq üçün bəlkə də söz qıtlığı var. İfadə eləmək biraz çətindir. Və arzu və istəyim odur ki, mən oturduğum kimi arzusu və istəyi olan hər bir kəs gəlsin. Şuşada, digər azad olunan torpaqlarımızda, öz yurdunda, ocağında işıq yandırsın və toy bu saat ünvanlarımız çoxalsın. Qürur vericidir ki, vaxtı ilə bizə sınmış bir ordu kimi, sınmış döyüşə bilməyən bir insan kimi 44 günlük müharibədə bizim ordu, Azərbaycan ordusu formalaşan, həm müasir texnika ilə, həm fiziki, həm psixoloji, həm mənəvi cəhətdən uzun illərin ağrısını yaşayan o gənclər bildi ki, döyüşmək və qisas almaq nədir. Və çox zaman düşmən tərəfi, belə deyək, aciz göstərən, qorxaq göstərən sosial şəbəkələrimiz, mətbuatımız var. Xeyr, dünyada bəlkə də ən döyüşən tərəflərdən biri ilə bizimlə döyüşən düşmənlərdir. Ki, görün, siz təsəvvür edin ki, bizim igidlər, xüsusi təyinatlılarımız, milli ordumuz, daxili qoşun və s. onlara qarşı necə qürurla döyüşdü ki, elə bir qüvvəni darmadağın etdi. Halbuki onların havadarları da lap çox idi. Yadımda ikən bəzən müsahibə verəndə və danışanda istədiyin fikirləri birdən deyə bilmirsən. Bugünə qədər sosial şəbəkələrdə belə söhbət gedir ki, həmin dövrdə Rusiya sakit durdu, ermənilərə heç bir kömək etdi. Əksinə, 88, 92, 94-cü il müharibəsində Rus nə qədər erməniyə kömək etmişdisə, bu faktdır, əlimizdə sənədlərimiz var, özlərinin etirafları var, jurnalistlərin etirafları. 44 günlük müharibədə ondan 2 dəfə artıq erməniyə kömək elədi. Deyərdim ki, bizim igidlər burada Rusların xüsusi təyinatlarını darmadağın eləmişdi. Demək istəyirəm ki, ordumuz artıq özünə tapındı, özünə qayıtdı və bu dövlətin, bu yurdun, bu torpağın övladı olan hər kəs yumruq kimi birləşdi ki, elə o yumruğu da Ali Başkomandan ki göstərirdi. Deməklə həmin yumruq formalaşdı və düşmənə biz qalib gəldik. Bu mənim pafoslu çıxışım deyil. Bu içimdən gələn hayqırıqdır, içimdən gələn arzu və istəyimdir. Mənim də az da olsa 2-ci Qarabağ müharibəsində də xidmətim oldu. Xüsusi təyinatlılarda mənimlə əlaqə yaradanlar oldu rabitə vasitəsilə. Və Şuşadan, bax bu yurtdan ilk dəfə Bakı şəhərinə mən torpaq apardım. Bir kisə torpaq apardım və həmin dövrdə Azərbaycan mətbuatında, televiziya kanallarında Şuşalılara müraciət etdim ki, torpaq gətirmişəm. Həmin dövrdə bizim Teymur müəllim təsadüfdən televiziya kanalındaydı. O torpağı götürdü, o kisədən torpağı ki, az bir balaca kisədə aparmışdım. Onu başladı öpməyə və bərddən nəfəs almağa. Çığırdı ki, Fəxrəddin, komandir, sən bir torpağın bir ətrinə bax, qızıl gül ətri gəlir bundan. Mən ona qədər torpağı ınlamamışdım, belə deyək. Doğrudan da qızıl gül ətri gəlirdi. Və həmin dövrdə mənim içimdən bir varlıq keçdi, bir hissim keçdi. Cıdır düzünün o qayalarını ki, altdan yuxarı ki, bizim əskərlərimiz dırmanmışdı. Onların orada qanı tökülüb, onların orada həlak olanları, yəni şəhid olanlar olub. Belə bir yazı yazdım ki, bizə doğma olan ana vətənin torpağı şəkərdir, suları baldır. Şəhid qanı düşən hər qarış yerdən göyərib, boyatıb bayraq ucaldı. Hər şəhid göylərdən bir tərlan kimi baxır zəfər dolu keçdiyi yola. Qanının rəngidir, süzülüb hopur, qırmızı gül açan hər yaşıl kola. Şuşaya cığırla dırmanan əskər, qazini, şəhidi yolda qoymadın. Sən vətən eşqinə, torpaq eşqinə alışdın, odlandın, bir an doymadın. Qürurun, hünərin vətən istəyi. Bax, bu bizim istəyimiz idi. Qürurun, hünərin vətən istəyi. Atalar, analar, qurbanlar kəsər. 100 illər tarixdə xatırlanacaq qanınla torpağa yazdığın əsər. Bu əsəri bizim millət yazdı, bizim dövlət yazdı, xalqımız yazdı. Və yenə də deyirəm, o qədər danışarıq, səhifələr var, günlər var, saatlar var, çox danışmaq olar.
Birinci Qarabağ savaşında da elə əməliyyatlar oldu. Tutaq ki, o əməliyyata belə deyək, Daşaltı əməliyyatına mənfi münasibət göstərənlər çox oldu. Əslində, Tacəddin Mehdiyev, hörmətli generalımız, Şuşanı müdafiə etmək üçün manevr eləməyə, belə deyək, torpaq ərazisi yoxdur. Hər tərəfimiz ermənilərlə bükülübdür. Daşaltı 100 metrliyindədir, bir tərəf Xankəndi, orada Muxatər, Şuşakənd, hər tərəfdən mühasirə. O Şuşanı nəfəs almaq üçün, torpaq ərazisini böyütmək üçün o əməliyyatı işləyəndə, indi əməliyyat alınmadı, Ruslar bildi, kəşfiyyat bildi. Belə bir fikrimi də demək istəyirəm ki, bax, 44 günlük müharibədə Respublikanın hər yerindən Bakı ilə elə bil əlaqə yaradırsa, məsələn, biri mənə zəng gelir, dayı, yaman texnika keçir. Dayı, görmədiyimiz texnika keçir. Dayı, əskərlərimiz keçir. Yaxşı, bunu görürdü də. Hamı görürdü ki, biz artıq sentyabrda bunların hücumlarını qarşılamaq üçün hazırlaşırıq. Burada da həmin dövrdə heç formalaşmamış bir şəhərdə Daşaltı əməliyyatını hamı bilirdi ki, hamı əməliyyat olacaq. Nə qədər gizli saxlasan da, bu mümkündür. Əskərlər toplaşırsa, şəhərin müxtəlif yer, yəni belə təxribatlı söhbətlər də bəzən döyüşçülərimizin arasında ruh düşkünlüyü yaradır. Yəni köhnə döyüşçü, yeni döyüşçü, ayıbdır elə ifadələr üçün. Bildiniz? Və buna görə də həmin dövrdəki oğlanların içində, döyüşçülərin içində keçən, elə bilginə kök salan o ağac yerə kök atdı. Onların apardığı təbliğat, onların elədiyi söhbət gəncliyin içində formalaşdı. Biz Bağrın və Bəhrəsin gördük. Yəni onlar elə bil bizdən su içdilər. Köhnə döyüşçülərdən örnək götürdülər. Uduzmağın nəticəsini gördülər ki, biz bükülmüşük. İndi biz o dövrdəki bizdən asılı olmayaraq, bizi dövlət də bilir, hüquq mühafizə orqanları da bilir ki, bizi həmin dövrdə udanlar kimidir. İndi sonradan dövlətin iqtisadi dirçəlişi, hərbi cəhətdən güclənməyimiz və həmin dövrdə düşmənə kömək eləyənlər etsə də gücləri çatmadı. Əzəli və əbədi olaraq bu ərazi bütövlüyümüzə heç kim müdaxilə edə bilməyəcək. Azərbaycan ordusu nəinki dünən güclüydü, bugün ondan da güclüdür. Sabah ondan da güclü olacaq. Bu bizə lazımdır. Artıq dünyada BMT-nin, Birləşmiş Millətlər Təşkilatının, digər dövlətlərin o demokratiya dediyi, azadlıq dediyi, bərabər hüquqluq dediyi anlayış gücdədir. Gücdədir. Onu da Allah'a şükür ölkə başçımızın, mən öz düşüncəmi deyirəm, ölkə başçımızın xarici siyasətinə həsəd aparan dövlət başçıları var. Mən bir dəfə buradan, balqondan salamladım dövlət başçısını. Orada sözümü dedim, təşəkkürümü bildirdim. Torpaqlarımız hələ işğalda idi. O zaman bizim hörmətli ziyalılarımız Polad müəllim, Fərhad müəllim, İlhamı Fətəliyev Şuşaya gəldilər və onlar şəhəri küçə-küçə gəzəndə o kadrlar göstərilirdi. Məndə belə təəssürat yarandı və özümdən asılı olmayaraq götürdüm, belə bir yazı yazdım ki, yenə məhlənizdən gəlib keçirdim. Elə bil dəyişib küçədə daşda, qocalıq əlimdən tutub yeriyir, ancaq məhəbbətim əvvəlki yaşda. İtburnu kolları sırğalanıbdır, dərməyə kimisi, kimsəsi yoxdur. Sənin boylandığın pəncərənizdən mənim gəlişimə özgəsi baxdı. Əlvida demirəm daşa torpağa, sevinirəm ki, o vaxt elə bil mənə dedilər, ya içimdən gəldi bir çağırış oldu ki, o vaxt əlvida demədim də, ölənədən də deməyəcəkdik, ha vaxtsa torpaqlarımız alınmalıydı. Elə bir bax bu yerinə düşübdü, indi rahatam ki, o zaman bu sözü işlətmişəm də. Əlvida demirəm daşa torpağa, yenə pəncərədən sən baxacaqsan, şəhərin yuxarı başından gələn o mahnı selinə sən axacaqsan. Şuşa həmişə mahnının beşiği olubdur. Burada hər evdən ayrı-ayrı musiqi sədaları gəlirdi, qovuşurdu bir-birinə. O gözəl günləri indi Allah'a şükür ki, gələcək nəsillərimiz yaşayacaq.